Salam, hər vaxtınız xeyirli olsun, əziz müəllimlər, dəyərli müəllimlər. Deməli, bugün MHM vəsaitindən olan faiz məsələlərinə baxırıq. Çalışacağam ki, 50 sualın izahını verim. Ümid edirəm ki, izahlarımız yararlıdır. Əgər yararlıdırsa, kanala abunə olub, bəyənməyi, bir də bildirimləri açmağı unutmayın ki, mən sizin üçün daha doğrusu video yükləyəndə YouTube kanalına siz də anında xəbərdar ola biləsiniz. Deməli, faiz məsələlərindən birinci suala baxırıq. Bu arada faiz məsələləri haqqında geniş izahım kanalımda tapa bilərsiniz. Əvvəlcə izaha baxıb sonra İMAŞEM kitabını da işləyə bilərsiniz və yaxud da bu izaha baxa bilərsiniz. Fərqi yoxdur. Əsas odur ki, izahlarınız yararlı olsun. Deməli, faiz məsələlərindən birinci sual belədir. Deyir, 42% onluq kəsrlə ifadə edin. Faizdən ədədə keçmək istəyir. Yəni, deyir ki, faizi ədəd formasında göstərsən necə göstərərsən? Yəni, şərti dəyişib bu formada da biz deyə bilərik. Əgər faizdən ədədə keçiriksə, biz 100-ə bölməliyik. Yox, ədəddən faizə keçəcəksə, biz 100-ə vuracaq. İndi hələ ki, faizdən ədədə keçmiş olacaq burada. Yəni, 42%-i onluq kəsrlə ifadə etsək, necə ifadə edərik? 42-ni 42-ni neyinirik? 100-ə bölürük. Bu zaman buradakı olan sıfırların sayı qədər vergül neyinir? Sola sürüşür. Sayırıq. 2 dənə sıfır varsa 1, 2 və vergülü atırıq. Təbii ki, qarşısına bir sıfır yazarıq. Olur 0-dan %42. Bu zaman cavabımız olacaq 0-dan %42 hardadır? C variantındadır. Doğru cavabımız C variantına bərabərdir. İkinci suala baxırıq. Deyir ki, 28%-i onluq kəsrlə ifadə edin. Yenə 100-ə böləcəyik və 100-də olan sıfırların sayı qədər vergül sola sürüşmüş olacaq. Bu zaman sayırıq 1, 2 və vergülü atırıq 2-nin qarşısına. Olur 0-dan %28. Yəni cavabımız A variantı. Üçüncü suala baxırıq. Deyir 288%-i onluq kəsr şəklində göstərin. Yenə də sıfırların sayı qədər vergülü sürüşdürürük sola. Bu zaman 2 və 8-in ortasında vergülü atırıq. Olur. Cavabımız B variantı. 2,88. Üçüncü sualda cavabımız oldu. B variantı. Dördüncü sualda deyir 33,72%-i onluq kəsr şəklində göstərin. Əgər yenə də faizdən ədədə keçmək istəyirsə, vergülləri sola sürüşdürməklə hesablaya bilirik. Yəni, bu zaman 100-ə bölmüş oluruq. Yəni, 100-ə böləndə 33,72-ni 100-ə böləndə vergülləri 100-də olan sıfırların sayı qədər sola sürüşdürüb atırıq buradan və bir sıfır da yazırıq qarşısına olur. 0-dan 10.000-də 3372. Cavabımız olur D variantı. Dördüncü sualda cavab D variantına bərabərdir. Beşinci sual. Beşinci sualda artıq 0-dan %52 onluq kəsirini faizlə ifadə edildir. Yəni, bundan öncəkiləri faizdən ədədə keçirdik. İndi isə ədəddən faizə keçmiş olacaq və bu zaman 100-ə vururuq. Yəni, 0,52-ni 100-ə vuranda artıq sola sürüşdürmürük. Neyinirik? Vergülü sağa sürüşdürürük. Nə qədər sağa sürüşdürürük? 100-də olan sıfırların sayı qədər. Yəni, 100-də 2 sıfır varsa 1, 2 sürüşdürdük. Oldu neçə? 52%. Cavabımız olur 52%. Hansı variantdadır? C variantında. 6-cı sual. 5,7 onluq kəsirini faizlə ifadə edin. 5,7 onluq kəsirini əgər faizlə ifadə edilsə, yenə də vergülü 2 rəqəm sola sürüşdürür. Yəni 1, 7 və bir dənə də sürüşdürüb 0-ı ata bilirik. Buradan olur cavabımız A variantı. Yəni 5,7-ni neyinir? 100-ə vurur. Bu da edir 570. 7-ci sual. Deyir, ədəd 3 dəfə artanda neçə faiz artır? Baxın, ədədimiz, biz həmişə faiz məsələlərində 100 ilə işləyirik. Yəni, ədədimiz tutaq ki, 100-dür. Düzdürmü? 3 dəfə artırdım, neçə oldu? 300 oldu da, düzdür? Ədəd 100-dən 300-ə qalxdı. Neçə faiz artmış oldu?
200%. Düzdürmü? Ortadakı fərq 200. Ona görə cavabımız B variantıdır. 7-ci sualda. 8-ci sualda deyir, ədəd 7 dəfə artanda neçə faiz artır? Əgər ədədim 100-dürsə, 7 dəfə artıb 700 olubsa, ortadakı fərq 600-ə bərabərdir. Yəni 100-dən 700-ə 600 fərq var. A variantı. 9-cu sualda deyir, ədəd 4 dəfə azalanda neçə faiz azalır? Bax, ədədim 100-dür. 4 dəfə azaltdım. Yəni böldüm 4-ə. Oldu 25. Ədəd 100-dən 25-ə düşdü. Ortadakı fərq neçə olur? 100-dən 25-ə düşəndə 75%. Bəzi müəllimlər düşünür ki, 4 dəfə azaldı 25, hə, cavab 25-dir. Yox, ədəd 100-dən 25-ə düşüb. Deyir, neçə faiz azalır? Demir ki, neçə faiz oldu? Demir o. Deyir ki, neçə faiz azaldı? Yəni, ortadakı fərqi istəyir bizdən. Bu deyir, cavabımız D variantı 9-da. 10-cu suala baxırıq. Deyir, ədəd 2 dəfə artanda neçə faiz artar? Əgər ədədim 100-dürsə, 2 dəfə artdı, oldu 200. Neçə faiz artdı? 100%. Bir də görürsünüz, bəzən olur, məsələn, malın qiyməti 2 dəfə bahalaşıb. 2 dəfə bahalaşıbsa, deməli, tutaq ki, maaşımız 2 dəfə artdı. 1000 idi, oldu 2000. Nə qədər maaşım artdı? 1000 manat artdı da, düzdür. Ortadakı fərq bizdə nəzərə alınır. İndi ədəd də 100-dürsə, 2 dəfə artıb 200 olubsa, ortadakı fərq 100%-ə bərabərdir. 11-ci sualda deyir, ədəd 20 dəfə azalsa, neçə faiz azalır? Əgər ədəd 100-dürsə və 20 dəfə azalıbsa, dəfə deyir, olub 5. 100-dən 5-ə düşüb. 95 fərq var arada. Yəni 95% fərq var arada. Ona görə cavabımız A variantıdır. 12. Ədəd 98% azalanda neçə dəfə azalır? Əgər ədədimiz 100 idi, 98% azalıb, yəni 98 dəfə demir, faiz deyil. Olub 2. 100 idi, oldu 2. Neçə dəfə azalmış olub? 50 dəfə. Yəni 100-ü bölürəm 2-yə, verir 50. Cavabımız oldu B variantı. 13-cü sual. Ədəd ilk öncə 40%, sonra 3 dəfə azaldı. Ədəd ilk öncə 40%, yəni 100-dən 40% azalıb düşüb 60-a. Sonra 3 dəfə azalır. 3-ə bölürəm, olur 20. Deyir, ədəd neçə faiz azaldı? Bax, ədəd neçə faiz azaldı deyirsə, əgər 100 idi, oldu 20. Neçə faiz azaldı? 80%. Düzdür, ortadakı fərq 80%-ə bərabərdir. 14-cü sual. Ədəd 80% azalanda neçə dəfə azalar? Əgər 100-dən 80-ə azalıb 20-yə düşübsə, neçə dəfə azalır deyirsə, 100-ü də 20-yə böləcəm. Olub 5 dəfə. Cavab oldu D variantı. 15-ci sual. Ədəd ilk öncə 7%, sonra 3 dəfə azaldı. Gəl, ilk öncə 7%-i azaldı. Əgər 100-dürsə, 7% azalıbsa, ədədim olub 93. Və 93 sonradan 3 dəfə təzədən azalıb. Dəfə deyir, bu dəfə bölürəm. Olub 31. Deyir, ədəd neçə faiz azaldı? Əgər 100-dürsə, 31-ə düşübsə, bu zaman 100-dən 31 çıxıram. Olur neçə? 69. Ondan 1, 9, 9-dan 3, 6. Cavab oldu A variantı. Sonra 16-cı sual. Ədəd ilk öncə 6%, sonra 2 dəfə azaldı. Bax, 100-dür. 6% azalanda 6 çıxıram, olur 94. Sonra 2 dəfə azalıb. 94-ü bölürəm 2-yə bu dəfə. Bərabərdir. 9-un içində 2, 4 dəfə, 14-ün içində 2, 7 dəfə. Ədəd neçə faiz azaldı? Əgər ədədim 100-dürsə, 47-yə düşübsə, ortadakı fərq 53-ə bərabərdir. Cavab oldu B variantı. 17-ci sual. 30 ədədinin 20%-ni tapın. Ədədin hissəsinin tapılmasıdır. Əgər, bax sizə qısa açar məqam deyirəm. Əgər, bax burada bir 0, burada bir 0 varsa və deyirsə ki, bu ədədin neçə faizini tapın, o zaman 3-ü 2-yə vurmağınız kifayətdir. Cavab olur D variantı. Bunu necə tapdıq? 30 ədədinin 20%-ni tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır.
Niyə görə bu sıfırları mən sildim? Bax, bu 100-dəki bir sıfırla buradakı sıfır ixtisar gedir. Buradakı 3-ün yanındakı sıfırla buradakı 100-də qalan sıfırın biri ixtisar gedir. Ona görə də 3-ü də 2-yə vururam, cavab olur 6. Yəni şifahi olaraq əgər burada 2 sıfır varsa, o 2 sıfırları silin, ədədləri bir-birinə vurun, cavabınız çıxacaq. Bax, eynən buradakı kimi. Məsələn, burada da bir sıfır var, sildim. Burada da bir sıfır var, sildim. 22-ni 2-yə vurdum, cavab oldu 44. Cavab oldu C variantı. 19. 840 ədədinin 60%. Deməli, sıfırın birini burada silirəm, birini burada silirəm. 84-ü vururam 6-ya, 24 2 yadda, 6 8-in 48, 2 yadda 50. Cavab oldu 504. Oldu D variantı. 20-ci sual. 45 ədədinin 40%-ni tapın. 45-in artıq burada görürsən 0 silə bilmirəm. Elə 45-in 40%-ni tapmış olacağam. İstəsəm bu sıfırlar gedir, 10-la 4 qalır və 10-la 45 qalır. 10-la 5-ə bölüm 2, 45-i 5-ə bölüm 9. 2 ilə də buradakı 4 ixtisar gedir, 2 qalır. 2-ni də 9-a vururam 18. Cavab oldu Y variantı 20-də. Y variantına bərabərdir. 21-ci suala deyir, 80 ədədinin 5,5%-ni tapın. Gəlin 80-in 5,5-ə vuraq və bölək 100-ə. Deməli, 0 gedir, 10-la da 8-i 2-yə aparaq, burada 5 qalsın, 8-i 2-yə aparaq, 4 qalsın. Bununla da bu geçsin, 1,1 bərabərdir 4,4-ə. 22. Sinifdəki 40 şagirddən 20-si qızdır. 20% qızdır. Sinifdə neçə oğlan var? Bax, 40-ın 20%-ni tapsaq, oğlanların sayını tapmış olacaq. Yəni, 40-ın 20%-i 40-ı 20-yə vurub bölürük 100-ə, edir 8. Yəni, sıfırlar gedir, 2, 4-ün 8. Bu 8 qızdır. Əgər 8 nəfər qızdırsa 40 nəfərdən, bəs nə qədər oğlandır? 32 nəfəri oğlandır. Cavab oldu A variantı. 20% 20 olan ədədi tapın. Aha, baxın, burada isə artıq faizə görə ədədin tapılmasıdır. Biz bundan öncə ədədin faizinin tapılmasını hesabladıq. İndi isə faizə görə ədədi tapırıq. Əgər, tənasüblə ən rahat yolu tənasübdür. 20% 20-dirsə, bax, 20% 20-dirsə, mənə lazımdır 100%, yəni tam ədədin özü lazımdır. Bilmirəm. Buna görə də nə edirəm? 20-ni vururam 100-ə, bölürəm 20-yə. Baxın, faiz göstərən ədədə, belə deyim də, ədədi, həmin bu ədədi 100-ə vurub faiz göstərən ədədə bölmək lazımdır. Yenə də bunu alırıq. 20-lər gedir, olur 100. Elə görünüşdən də bilinirdi ki, əgər 20% 20-dirsə, 100% də 100-dür da. Yəni, o açıq-aşkar bilinirdi. Sadəcə hesablamaq məqsədi ilə yazılsa, bu formada yazılacaq. Cavab oldu neçə? Y variantına bərabər. 24. Yolun 20% getdikdən sonra hansı hissəsi qaldı? Baxın, əgər hissə formasında göstərsək 20%. Faiz nədir? Ədədin 100-dən 1 hissəsidir. Əgər 20% göstərsək 100-dən 20 hissəsi olacaq da, düzdür? Bu da ixtisar gedir 20-nin özünə. Yuxarıda 1 qalır, aşağıda 5 qalır. Yaxşı. Ədəd 20% getmək demək, yolun 20%-in getməsi demək, yolun 5-də 1-ni getməsi deməkdir. Gedibsə, hansı hissəsi qalıb? 5-də 4-dür. Bax, 5-dən 1-i gedib, qalıb neçəsi? 5-dən 4-dür. Cavab A variantı. 25-ci suala baxırıq. Yolun 30%-i gedilib. Bax, 30% nədir? Əgər faiz 100-dən 1 hissədirsə, 30% də 100-dən 30 hissədir də, düzdür? Burada da ixtisar gedir, sıfırlar gedir, qalır 10-da 3. Deməli, yolun 10-da 3-ü gedilib. Hansı hissəsi qalıb? 10-da 7 hissəsi qalıb. 26. Deyir ki, 5-də 2 kiloqram 1000 qramın neçə faizidir? Əvvəlcə kiloqramı, buradakı 5-də 2 kiloqramı qrama çevirək, görək neçə qramdır? 1 kiloqram 1000 qramdırsa, 1000-in 5-də 2-si nə qədər eləyir? 1000-i 5-ə bölürəm 200. Onu da vururam 2-yə 400. Artıq burada 2 ədədin faiz nisbətindən söhbət gedir. Yəni 400 1000-in neçə faizidir? Bərabərdir. Sıfırların ikisi getdi. Bununla da bu getdi. Qaldı neçə? 40%.
Deməli 5-də 2 kiloqram 1000 qramın 40%-nə bərabərdir. Cavabımız oldu A variantı. 27-ci suala baxaq. 300 litr 6 metr kubun kubdur da neçə faizidir? Deməli millimetr kubumuz var idi bizim, santimetr kub, desimetr kub, bir də metr kub var idi. Demişdik ki, desimetr kub həm də litrə bərabərdir də, düzdür? İndi 6 metr kub bəs neçə desimetr kubdur? Yəni neçə litrdir? Aralarında 3 dənə 0, yəni 3 dəfə. 3 dəfə deyəndə 1000 dəfə fərq var. Yəni bu 3-lərin sayına görə deyirəm. Yəni ki, 1 metr kub belə deyim də 3000 desimetr kuba bərabərdir. O zaman 6 metr kub da 6000 desimetr kuba bərabərdir. Nə deyir? 300 litr, bax 300 də yuxarıda yazıram. Yəni 300 litr 6000 litrin neçə faizidir? Bunu demək istəyir. Sıfırlar getdi, bu sıfırın da bu sıfır getdi. 36-ya böldüm 5. Cavabımız oldu B variantı. 28. 4 ədədi 20-nin neçə faizidir? Bax, 2 ədədin faiz nisbəti deyəndə bu formada. Əgər hansı ədəddən söhbət gedirsə, onu yuxarıda sürətə yazırıq. Bunun da məxrəcə yazırıq. 4 ədədi 20-nin neçə faizidir deyirsə, 4-ü 20-yə bölüb 100-ə vururuq. 20-dən 100 gedirik, 20-nin özünə. Burada qalır 5. 5 4-ündə 20. 20 faiz. Cavab oldu A variantı. 29. 6 saat sutkanın neçə faizidir? Əgər 6 saat və mən bir günün neçə saat, neçə sutka olduğunu bilirəmsə, yəni bir sutka neçə saatdır? 24 saatda, düzdür? Yəni 6 24-ün neçə faizidir? Bərabərdir. 24-ü 2-yə bölək, hələ ki 12, 100-ü 2-yə bölək 50. Bunun özü də gedir, elə 4-ə bölməliydik. Yaxşı, 12-ni 2-yə bölək 4, 50-ni 2-yə bölək 25. Düzdürmü? İndi sonra 6 saat sutkanın neçə faizidir? Burada 12-ni belə deyək də, qoy sileyim, yanlış elədik. Bax, 6 saat yuxarıda, 24 saat aşağıda və 100-ə vururam. İndi burada avtomatik olaraq 4-ün özünə ixtisar aparaq. Burada 25 qalır, burada da 4-ə böləndə 6 qalır. Bunlar da gedir, qalır 25. Cavab oldu B variantı. Burada 4 yazmışdıq deyə aşağıda məxrəcdə onun üçün alınmamışdı. Deməli, 30 sentner 1 tonun neçə faizidir? Yox, 3 sentner üzr istəyirəm. 3 sentner 1 tonun neçə faizidir? Bax, sentner idi, tonuydu da, düzdür? Millimetr kvadrat, santimetr bu formada gəlirdi. Yox, bir dəqiqə. Aha, bax, burada məsələn, sentner ton, bunun əvvəlində nə var idi? Milliqram, qram, kiloqram, sentner, ton. Hər birinin arasında, bax, bunda 1000 fərq var, bunda 1000 fərq var. Kiloqramla sentnerin arasında 100 fərq var, sentnerlə tonun arasında 10 fərq var idi. İndi tondan sentnerə keçmək üçün 1 tonun 10 sentnerə bərabər, görürsən, 10 fərq var. Deməli, deyir, 3 10-un neçə faizidir? Yəni, 10-la 100 ixtisar gedir, 10 qalır, 3-ü də 10-a vururam, 30 faizə bərabərdir. 30-cu sualda cavab A variantı. Yəni, bunlar kütlə vahidləri olduğu üçün sentner və ton. Təbii ki, milliqram, qram, kiloqram, sentner, ton formasında yazılır və dediyim kimi aralarındakı fərqləri də yazmış oldum. 31. 30 faizi 60 olan ədədi tapın. Baxın, 30 faizi əgər 60-dırsa, mənə 100 faizi lazımdır. Bu zaman 60-ı çarpaz şəkildə 100-ə vurub bölürəm 30-a. 30 ilə 60 ixtisar gedir 2, 2-ni də 100-ə vururam 200-ə bərabər. Cavab oldu 31-də C variantı. 32-yə baxırıq. Ədəd deyir 75% azalsa, bu ədəd neçə dəfə azalmış olar? Demişdim, 100-dən götürürük, 75% azalanda düşür 25-ə. 100 idi, 25 də azaldı, yəni düşdü 25, neçə dəfə ortada fərq var? Yəni 25-ə bölürəm 4 dəfə. Elə düşünün ki, bax, məsələn, bura 25-dir də, burada 100-dür, düzdür? 100-dən 25-ə düşüb, 4 dəfə azalıb, 100 idi, 25-ə düşüb, təbii ki, 4 dəfə azalmış olacaq.
33-də 20%-nin 40%, 14 olan ədəd hansı? Bax, sondan önə doğru gedək. Deyir 40% 14-dür. Görək bütöv neçədir? 40% 14-dürsə, 100% görək neçədir? Deməli 100 vurulsun 14. 14 bölünsün 40. İndi buradakı sıfırlar gedir. 2-yə böldüm 2, onu 2-yə böldüm 5. Bununla da bu getdi 2-yə. Burada qaldı 7. Deməli 7-ni də vurdum 5-ə, 7 5-in 35. Deməli 20% 35-dir. İndi artıq buradan hesablayım. Məsələn, əvvəl deyirdim 40% 14-dürsə, bəs 100% neçədir? 100% deməli 35-dir. İndi deyirəm 20% 35-dirsə, 35-dir. Bəs 100% neçədir? İndi bunu tapıram. 100-ü vururam 35-ə, bölürəm 20-yə. 100 ilə 20 ixtisar gedir. 20-nin özünə burada 5 qalır. İndi 35-i də 5-ə vuraq. 5 5-in 25, 2 yadda, 3 5-in 15, 2 də yadda 17. Cavab oldu 175-ə bərabər. B variantı. 34. 4% sıfırdan %8 olan ədəd aşağıdakilərdən hansıdır? Deməli, əgər 4% sıfırdan %8-dirsə, bəs 100% hansıdır ədəddir? Görək 100% hansı ədəddir? Bu zaman nə edirəm? 100-ü vururam sıfırdan %8-ə, bölürəm 4-ə. Bərabərdir. 100 ilə 4 ixtisar gedir, yuxarıda 25 qalır. Və 25-i də sıfırdan %8-ə vururam. Bərabər olur 2-yə. Doğru cavabımız B variantı. 35-ci suala baxırıq. Deyir 20% 60 olan ədədin 70% aşağıdakilərdən hansıdır? Baxın 20% 60-dır. 20% 60-dır. Bəs nə deyir? 20% 60 olan ədədin 70%. Hə, 100% neçədir? 100 vurulsun 60 bölünsün 20. Çarpaz şəkildə vuranda 20 ilə 60 ixtisar gedir. Yuxarıda 3 qalır. Bu da verir 300. İndi 300-ün deyir 70%-ni tap. 70-ə vurub 100-ə böləcəyik. Bunlar gedir. 3 qalır burada. 3-də 70-ə vururam. 210. Cavab oldu C variantı. 35-ci sualımızın cavabı C variantına bərabərdir. 36. Hansı ədədin 35% 14-dür? Deməli, 35% yenə də 14-dürsə, 100% mənə lazımdır ki, görüm hələ bütöv ədədimiz neçədir? 100-ü vururam 14-ə, bölürəm neçəyə? 35-ə. 35-i 5-ə böldüm 7, 100-ü 5-ə böldüm 20. 7-ni 7-yə böldüm 1, 14-ü 7-yə böldüm 2. 20-ni də 2-yə vururam 40. Deməli 40-ın 35% doğrudan da 14-ə bərabərdir. Cavabımız oldu 36-cı sualda D variantı. İndi 37-ci sual biraz fərqli sualdır. Deyir 12% ilə 2%-nin fərqi 50 olan ədədin 50%-ni tapın. İndi bunu kəsr formasında mən çox vaxt yazıram. Yəni 12% nədir? %12. Baxın %12 də ixtisar formasını yazaq. 2-yə ixtisar yox, 2-yə yox, 4-ə ixtisar aparaq. Yuxarıda 3 qalır. Aşağıda neçə qalır? 100-ü 4-ə böləndə 25. Deməli 25-də 3x. Çünki məhculdur, bilmirəm. Faizi belə deyim də 12% hansıdır? 12% bilmirəm də bu. 12% ilə 2%-nin fərqi. Fərqi deyirsə çıxıram. 2% nədir? %2. Bu da verir bizə necə? 50-də 1. Ona görə 50-də 1 yazıram x. Deyir bunların fərqi 50-dir. İndi gəl tapaq. 25 ilə 50-yə ortaq məxrəc elə 50-nin özü. 50-ni 25-ə 2, 50-ni 50-yə 1, 50-ni bu məxrəcində 1 olduğu üçün 1-ə 50. İndi 2 üçün 6x yazıram, çıxılsın, x bərabərdir 5 5-in 25, yanına da 2 0. İndi 6x-dən x çıxdım, 5x qaldı. 5x bərabərdir 2500-ə, x də verir bizə 25-in içində 5, 5 dəfə, yanında 2-dən 0. Deməli 500. 500-ün 12% ilə 500-ün 2%, bunların fərqi 50-ymiş sən demə. Yox, 50 olan ədədin 50%-ni tapın. Hə, hələ 50%-i var, yəni yarısı var. Bu zaman nə edirəm? 500-ün də 50%-ni tapanda, bu da eləyir 37-ci sualda
A variantına bərabər. Çünki burada 50% nədir? 2-də 1. 2 elə bil ki, 500-ün 2-də 1-ini tapırıq. Bu da edir 250. 38-i də elə yazırıq elə. 75% deyir, yəni %75. Bunu da 25-ə ixtisar aparanda 4, burada 3, 4-də 3. Yəni 4-də 3x-lə 25%. 100-dən 25. 25-i 25-ə 1, 100-ü 25-ə 4. 4-də 1x bərabərdir 50. Və bunu tapıb sonra 10%-ni tapacağıq. 4-ü 4-ə böldüm 1. Ortaq məxrəc 4 götürmüşəm çünki burada da 4 qalır. 3x çıx x bərabərdir 5 4-ün 20. Yanında da 2 0. 2x bərabərdir 200. X də olur 100-ə bərabər. İndi 100-ün 10%-i neçədir? Elə 100-ü 10-a vurub 100-ə böləcəyik. Elə onun özünə bərabərdir. 39-cu sual. 20% ilə 30%-nin bu dəfə cəmini deyir. 20% nədir? 100-dən 20. Düzdür? Bu da verir bizə 5-də 1. Elə 30-u da yazaq. 100-də 30. Bu da verir bizə 0 gedir. 10-da 3. İndi yazıram bura. 5-də 1x-nə toplayanda 10-da 3x-i 100 verirmiş səndimi? Görək neçədir? Ortaq məxrəc 10. 10-u 5-ə bölürəm 2. 10-u 10-a bölürəm 1. Burada da 10 qalır. 2x plus 3 1-in 3x bərabərdir. 100-ü 10-a vururam 1000-ə bərabər olur. 5x bərabərdir 1000. X bərabərdir neçə? 10-u 5-ə bölürəm 2. Yanında da 0. 200. 200-ün bu dəfə 25%-ni istəyir bizdən. 100-ə böldüm 1. 200-ü də 100-ə böldüm 2. 2-dən də 25-in 50-yə bərabər. Cavabımız oldu 39-cu sualda D variantı. Daha sonra, silim qarışmasın. Sinifdəki 30 şagirdin 40%-i oğlandır. Qızlar oğlanların hansı hissəsini təşkil edir? Deməli, sinifdə 30 şagird var. Bunun 40%-i oğlandır. Görək 30-un 40%. Neçədir demişdim, sıfırlar gedir. 3-ü 4-ə vurmağımız kifayətdir. 12. Deməli, 30-dan 12-si bu oğlandır. Mənə qız lazımdır həm də. 30-dan da 12 çıxdım, 18. Deyir, qızlar oğlanların hansı hissəsini təşkil edir? Qızlar 18 nəfərdir, oğlanlar 12 nəfərdir. Yəni, 12-də 18 hissəsini, gəlin bunu da ixtisar aparaq. Neçə yaparaq? 6 yaparaq. 18-i 6-ya bölək 3, 12-ni 6-ya bölək 2. Deməli, 2-də 3 hissəsiymiş səndimi? Cavabımız 40-cı sualda A variantına bərabərdir. 24. Yox, 41. 24 saat işlədiyinə görə fəhlə 240 manat əmək haqqı aldı. Bax, 24 saat işləyib 240 manat alıb. Düzdürmü? Bəs 8 saat işləsə fəhlə nə qədər əmək haqqı alar? Deməli, 8-i vururam 240-a bölürəm 24-ü. İndi 24 ilə 240 ixtisar gedir 24-ün özünə. Yuxarıda 10 qalır, aşağıda 1 qalır. 8 ona vururam 80. Deməli, 24 saat işləyib 240 manat alırsa, 8 saat işləsə nə qədər alacaq? 80 manat almış olacaq. 41, keçirik 42-ci suala. Deyir, maşın 8 kilometr məsafəni 1 saata gedir. O, həmin sürətlə 3 dəqiqəyə nə qədər yol gedər? Bax, 8 kilometri 1 saata. 1 saat neçə dəqiqədir? 60 dəqiqədir. 8 saat kilometri, hətta cavablar görürsünüz metrləndir. Cavablar metrlə olduğu üçün elə 8 kilometrdə 8000 metr kimi yazıram. 8000-i 1 saat nədir? 60 dəqiqəyə gedirsə, 3 dəqiqəyə neçə kilometr yol gedər? Nə qədər metr yol gedər daha doğrusu? İndi nə edirəm? 8000-i vururam 3-ə, bölürəm 60-a. 0 getdi, 6 ilə 3 gedir, yuxarı aşağıda 2 qalır, 800 də 2-yə bölürəm 400. Deməli, 8 kilometr məsafəni 1 saata gedirsə, 3 dəqiqədə 400 metr məsafə qət etmiş olacaq. Cavabımız oldu D variantı. Bir dəqiqə, düzmü yazdıq? Bəli, D variantı. 43-cü sual.
Salonda 520 yer vardı. Oyun zamanı yerlərin 75% tutulmuşdu. Salonda neçə oyunçu vardı? Deməli, 520 yerin 75% tutulub. Görək nə qədər yer tutulub. 0 gedir. Onu 5-ə bölürəm 2. 75-i 5-ə bölürəm 15 olar. 75-i görək. Dəqiq 5-ə bölək. Bəli, 15. Daha sonra 52-ni 2-yə bölürəm. 2, 6, 26. İndi gəl görək 26-nı da 15-ə vuraq görək neçə eləyir? 15. 5, 6, 30, 3 yadda. 2, 5-in 10, 3 də yadda 13. Üstə gəlinsin. 6, 2. 0, 9, 3. 390. Salonda neçə oyuncu var? 390 oyuncu. Cavabımız olacaq 43-də A variantı. Yəni yer olmuş, oyuncu olmuş, nə fərqi var ki? Oyuncu da gedir o yerdə oturur da. Sonra 44. Hafiz 20 test tapşırığı həll etdi ki, bu da bütün testlərin 40%-ni təşkil edir. Deməli 20 dənə test 40%-ni təşkil edir testlərin. Görək hələ neçə dənə test 100%-ni təşkil eləyəcək. Bu zaman 20-ni 100-ə vururam, bölürəm 40-a. 0 gedir. 20-ni 4-ə bölürəm 5, 4-ü 4-ə bölürəm 1, 5-i də ona vururam 50. Deməli 50 dənə test var və bunun 20 test tapşırığını həll edib. Bu da deyir bütün testlərin 40%-ni təşkil edir. Hafiz neçə test tapşırığı həll etməli idi? 50 dənsini həll etməli idi. 44-də cavabımız oldu C variantı. 45-ci sual. Amin 15 alma yedi ki, bu da bütün almaların 20%-ni təşkil edir. Deməli, 15 alma əgər 20%-dirsə, neçə alma 100% eləyəcək? 15-i vururam 100-ə, bölürəm 20-yə. 100 ilə 20 ixtisar gedir, 20-nin özünə aşağıda 5 qalır, yox, yuxarıda 5 qalır. Və 15-i də 5-ə vururam, 75-ə bərabər cavab D variantı. 46-cı sual. Usta və şagird birlikdə 3400 detal hazırladı. Şagird bütün detalın 26%-ni hazırladı. Deməli, ümumi olaraq 3400 detal hazırlanıb. Şagird bütün detalın 26%-ni hazırlayıb. Yəni 3400-ün görək 26%-i nə qədər eləyir? Sıfırlar gedir. 34-ü vururam 26-ya. 24 2 yadda. 3 6 18 2 yadda 20. 2 4'ün 8, 2 3'ün 6. 4, 8, 8. 884'ünü şagird belə deyim də hazırlayıb. Amma cavabımız bu deyil. 884 deyil. Niyə görə? Çünki bunu şagird hazırlayıb. Mənə ustanın hazırladığı detal lazımdır. Düzdürmü? Ona görə də əgər 884'ünü şagird hazırlayıbsa yerdə qalanda, yəni 3400-dən yerdə qalanda usta hazırlamış olacaq. 3400-dən çıxacam 884-ün. Ondan 4, 6, 1, 5 və 2. 2516 cavab D variantı. 47. Kitabın 240 səhifəsi var. Nadir birinci gün kitabın 40%-ni oxudu. Kitabın neçə səhifəsi oxunmamış qaldı. Deməli 240-ın 40%-i nə qədərdir? Nə qədərini oxuyub görək. Sıfırlar gedir. 24-ü 4-ə vuranda 4 4-ün 16. 1 yadda 2 4-ün 8 1 yadda 9. Deməli 240 səhifənin 96 səhifəsini oxuyub görək oxunmamış neçə səhifə qaldı. Ondan 6 çıxdım 4, 13-dən 9 çıxdım 4, burada da 1. Deməli 144 səhifə hələ oxunmamış qalıb. 48. Şagird kitabdan 50 səhifə oxudu ki, bu da kitabın bütün səhifələrinin 10%-ni təşkil edir. Deməli 50 səhifə oxuyub 10% olub. Bəs neçə səhifə 100% eləyəcək? Bu zaman 50-ni vururam 100-ə, bölürəm 10-a. Bərabərdir. 10-un özünə ixtisar edəndə yuxarıda 10 qalır. 50-ni də 10-a vuranda 500-ə bərabər olur. C variantı. Almanın tərkibində 60% su var. 20 kiloqram almanın tərkibində nə qədər su var? Yəni 20-nin 60%-ni deyir tap. 100-ə bölürəm. Sıfırlar gedir. 2 6 12. Cavabımız oldu 49-da C variantı.
50-ci sual. Sinifdə 40 şagirddən 20% əlaçıdır. Sinifdə neçə əlaçı var? Deməli, 40 şagirdin 20%-i 8-ə bərabərdir. Çünki 2-ni 4-ə vurdum, edə 8 deyir. 20% əlaçıdırsa neçə dənə əlaçı var? 8 nəfər əlaçıdır. Cavabımız oldu A variantı. Belə, əziz müəllimlər, 50 sualın izahına baxdınız. Növbəti izahlarda görüşərik inşallah. Bundan sonraki videomda 51-dən 100-ə qədər olar çox güman ki. Dediyim kimi bildirimləri açmağı, videonu bəyənməyi, abunə olmağı da unutmayın. Sağ olun.